Know me when I'm a slave, not when I'm king. Don't claim your royalty, Big Daddy. Know me when I am small, not when I am big. I will stumble over this, call me sugar. I missed you yesterday, even when you said this is not the way. No more playing game, I'm breaking all the chains. We cannot stay the same, we cannot stay the same. Family, don't call me sugar, don't touch the fire, don't give me drama. My best friend lover, when no money, you no give honey. Salam değerli dostlar, değerli izleyiciler, hamınızı xoş gördük. Bugün Binə qəsəbəsində sizlərə çox gözəl, möhtəşəm, şəxsi tikili 2 mərtəbəli həyət evimizin çəkilişinə gəlmişik. Əlbəttə ki, belə bir gözəl mənzərəni kimsə qaçırtmaq istəməz. Həqiqətən də çox səliqəli və möhtəşəm bir həyət evidir. Değerli dostlar, gördüğünüz kimi evimizin həyəti, bağı, bağçası, bütün hər bir şey, balkonu çox gözəl şəraiti olan belə bir mənzərəli həyət evidir. Dostlar, tam ətraflı evi izləmək üçün, tam ətraflı bütün məlumatları almaq üçün sona qədər izləməyinizi xahiş edirəm. Şübhəsiz ki, bütün məlumatları bir kəlmə ilə demək olmur. Dostlar, ev böyük evdir, həyət 4 sotun içindədir, 2 mərtəbədən ibarətdir, plus müəyyən əşyalar evin içində qalacaq, tam şəraitli bir həyət evidir. İlkin olaraq onu bildirmək istəyirəm ki, həyətimizin olmazsa olmazı manqalı hazır bir vəziyyətdədir. Gələn qonaqlarımız üçün şübhəsiz ki, meyvə ağaclarımız var növbə-növ. Toyuq cüzə saxlamaq üçün, digər işlər, nə bilim belə əldamı eləmək üçün, belə bir göyərtini də saxlamaq üçün belə bir dam var, mövcuddur dostlar. Tut ağacımız var, ərik ağacımız var, çox ağaclarımız var dostlar. Əncili var, hər bir şey hazır. Belə bir su bakımız var dostlar. Yani su bakı var deyən buranın suyu yoxdur deməli deyil. Dövlət şirin suyu, qazı, işığı, bütün kommunallar hazır. Gördüğünüz kimi dostlar, evin su şirin su sayğacıdır. Əlavə hidrofonu var. Burada nar ağacımız var. Güllərimiz, çiçəklərimiz, nanələrimiz. Dostlar, sonra sizlərə ətraflı göstərmək istəyirəm. Bu qaysı ağacıdır, bura alça ağacıdır, bura vişna ağacıdır, nar ağacıdır, göyəm ağacıdır. Dostlar, fikir verə bilərsiniz. Meyvələr hamısı üstündə. Alma, armud ağacıdır hal-hazırda gördüyünüz. Və dostlar, bu da digər şalaq ərik deyilən ağacdır ki, üstündə meyvəsini də göstərmək istəyirəm. Dostlar, gördüyünüz kimi meyvələri də mövcuddur. Hətta orada uşaq da göstərir. Baxın, ay malades. Burada gördüyünüz kimi digər armud ağacımız da var ki, belə bir gözəl, məncə belə bir evi əldən qaçırtmaq heç kim istəməz. Dostlar, eləcə də qaz işıq sayğacı gördüyünüz kimi qapısının ağzındadır. Çöl görünüşünü göstərirəm evimizin. Çöldən də çox qəşəng mənzərəsi var, ağacları var. Değerli izləyicilər, burada maşın girən darvaza yeri mövcuddur. Həm qapı, həm darvaza yeridir. Və digər hissəsindən isə değerli izləyicilər, addelni bir kiçik qapı yeri də tam şəkildə qoyulub ki, uşaqlar qapıdan qaçıb yola çıxmasınlar, məhliyə çıxsınlar. Belə bir qapı yeri də mövcuddur değerli izləyicilər. İlkin olaraq çöldən göstərmək istəyirəm ki, qızıl güllər pəncərənin tam önünü tutubdur. Bu çöldə göründüyünüz tikili, istəsəniz qarşıdan obyekt etmək, istəsəniz yaşayış evi kimi tikmək, arendaya vermək və s. kimi hər bir şey eləyə bilərsiniz. Hazır hörülüb, amma indi hal-hazırda usta ləvazimatı kimi, yay mətbəxi kimi və s. kimi istifadə eləyirlər. Kim istəsə digər fikirlərlə də istifadə eləmə şansı var ki, obyektə də yararlıdır. Həm istəsə, belə deyim, yaşayış evi kimi kiraya verməyə də yararlıdır. Dostlar, gecə qaranlığında həyət işıqlandırılması çox möhtəşəm bir şəkildə olur.
Gördüyünüz kimi əlavə üst işıqlandırılmaları da mövcuddur. Çox gözəl bir şəkildədir. Və bu evimizin dostlar, mən sizə bir şeyini göstərim ki, belə bir evin 3 fazalı transformatorlar gördüyünüz kimi var ki, bunu da maraqlananlar qiymətini bilərlər ki, bir kəndin işığını yandıracaq dərəcədə gücü və qüvvəsi var. Dostlar, bu evdə işıq sönmə zaten yoxdur. Sadəcə olaraq transformatorda köməkçi olaraq qoyulub. Pajarın yerinə qədər hamısı hazır bir vəziyyətdədir dostlar. Fövqəladə hallar üçün nəzərə alınıbdır. Ev ikinci mərtəbəsi gördüyünüz kimi panorama pəncərə və digər hissədən də sizlərə göstərmək istəyirəm. Bu gözəl adam bağdan, mənzərədən heç əl çəkmək istəmir. Gördüyünüz kimi hər bir şey çox gözəl, detaylı fikirləşibdir. Buyurun, digər baxın yerə də. Bura digər pəncərə hissəsidir və üst tərəfdə balkon hissəsi var. Hamısını sizlərə çəkib tam təqdim edəcəm dəyərli izləyicilər. Dostlar, evin balkon hissəsində gördüyünüz kimi ikinci balkonu yuxarı tərəfdən betondur. Qəşəng balkonu var, həyətini seyr etmək olar. İndi evimizin arxa tərəfinə keçəcəm. Orada kombi yeri mövcuddur ki, dəyərli dostlar, Wi-Fi'li kombisi var. Onu istəyirəm sizlərə göstərəm. Buyurun keçək, inşallah arxa tərəfin sizlərə göstərim, buyurun baxın. Bəli dostlar, buranı aça bilmədiyim üçün sizlərə belə bir şəkildə istəyirəm buranı göstərəm. Kombi radiator yerini hətta belə bir forma ilə salım içəriyə. Aha. Belə bir oradan qapı hissəsi var. Belə bir kombisidir. Gördüyünüz kimi bahalıdır. Bütün yutkası addenlidir, kombisi addenlidir. Hər bir şey hazır bir vəziyyətdədir dəyərli izləyicilər, dəyərli dostlar. İndi isə daxil oluruq dostlar. Evimizin iç hissəsini sizlərə təqdim edeyim inşallah. Buyurun sona qədər izləyib baxın. Ya Allah dostlar, daxil olağın evimizin iç hissəsinə. Gördüyünüz kimi dostlar, evimizin giriş hissəsində belə bir mükəmməl evimizin zalı var. Bu ev haqqında ətraflı məlumat vermək istəyirəm ki, dostlar, evimiz əl işi ilə hər bir şey istifadə olunubdur. Bax, bu üst tavan, gördüyünüz yuxarı tavan hamısı taxtadan yığılıbdır. Yəni bunların heç biri alçıpan deyil. Taxtadan istifadə olunub, çox gözəl bir şəkildə gördüyünüz kimi dekorlar verilib. Çünki daimidir. Həm evi qışda sərin saxlayır, hündür olmağına baxmayaraq, yayda qışda isti saxlayır, yayda sərin saxlayır. Üzr istəyirəm ifadəmə görə. Dostlar, bax belə bir gözəl evi heç kim məncə qaçırmaq istəməz. Evimizin qapılarını örtün. Qapılar haqqında sizlərə məlumat vermək istəyirəm. Dostlar, evimizin qapıları hamısı təmiz qoz ağacından yığılıbdır. Bugünkü günü qapı işinə baxanlar yəqin ki, bunun qiyməti haqqında rəylərdə qeyd edərlər. 1800 manat bu qapıların bir ədədinin qiymətidir hal-hazırda bugünkü günü. Çox ağır və keyfiyyətli daim olan qapılardır. Dostlar, bu evimizin zalından tanış olduq. Müəyyən əşyalar, elektronika götürülmək şərti ilə müəyyən əşyalar evin içində qalacaq. Çox əşyalar götürülmür. Evin tavan hündürlüyü yerdən təxminən 4 metrə yaxın olar. Onu da bildirmək istəyirəm. Keçirəm sizlərə digər zalımızı tanış edim. Evimiz 2 zaldan ibarətdir. İstəyən olsa yataq otağı da çevirə bilər. Çünki otaq çox böyükdür, geniş bir otaqdır. Gördüyünüz kimi hər bir şey hazır bir vəziyyətdədir. Çox səliqəlidir. Dəyərli izləyicilər, gördüyünüz kimi mükəmməl, çox səliqəli, görkəmli bir evin belə bir İstəsəniz yataq otağı edə bilərsiniz, amma zal kimi istifadə olunan belə bir otaqdır. Kombisi, radiatorlar hamısı işlək vəziyyətdədir. Dəyərli izləyicilər, bura gördüyünüz kimi bağa açılan belə bir pəncərədir. Çox səliqəlidir. Və evimizin digər otaqları ilə sizləri tanış edeyim.
Deməli, keçək evimizin digər otaqlarına. Ya Allah, bismillah. Bura evimizin digər yataq otağıdır. Gördüyünüz kimi geniş, böyük, 2 pəncərədən ibarətdir. Evimizin belə bir bağa açılan pəncərəsi var. Çox səliqəli. Otaqlar hamısı böyük, genişdir. Təxminən 5-in 5-ə yataq otaqlarıdır. Belə bir balkona açılan pəncərəsi var. Dostlar, sonra daxil olacağım digər yataq otağına. Evimizin burada gördüyünüz kimi digər yataq otağı mövcuddur. Çox səliqəli, böyük. Bura təxminən 6-nın 5-ə olan bir yataq otağıdır. Bunlar hamısı üst tavanlar gördüyünüz kimi taxtadan yığılıbdır. Yəni bəzi kondisionerlərin dostlar evin içində saxlayacaq. Yəni hər otaqda, hər bir yerdə kondisioner mövcuddur. Hamısını aparan deyil, bəzilərini evin içində saxlayacaq. Dostlar, xanımlarımızı nəzərə alaraq mətbəxə daxil olmaq istəyirəm. Bura evimizin mətbəx hissəsi. Gördüyünüz kimi çox səliqəlidir. Mətbəxdən paltar yuyan, xaladenlik, bir də qab yuyan maşını götürüləcək. Qalan hər şey qalır. Mebel qoz ağacından yığılıbdır. Gəmi kraskası ilə kraskalanıbdır. Çox sağlam, keyfiyyətli bir mebeldir. Mebel evin öz içində yığılıb. Başqa yerdə yığılıb gələn mebel deyil, evin içində yığılan mebeldir. Mebel ustaları bu haqda yəqin ki qeyd edərlər və rəylərimizdə yazarlar. İstəyirəm evin sanitar qovşağı ilə tanış olaq. Dəyərli izləyicilər, bura digər koridora açılan qapıdır və burada bizim sanitar qovşaqlarımız var. İşıqlarını yandırım. Bura pilləkən altı qladovka yeridir. Belə bir pilləkən altı qladovkadır. Dəyərli izləyicilər, pilləkən isə tamamilə hamısı fıstıq ağacından yığılıbdır. Və evimizin yeri isti poldur. Hamısı gördüyünüz kimi yeri tüpyonludur. Və belə bir sanitar qovşağımız, addenlə hamam, ayaq yolusu bir dənə var. Gördüyünüz kimi çox gözəl kafir metlaqlardan istifadə olunubdur. Və addenlə əlavə olaraq belə bir ayaq yolusu da mövcuddur. Əl üz yumaq üçün tam şəraitlidir. Və bu da ki, çox gözəl evə avantajlıq verir, rahatlıq verir. Dostlar, qalxıram ikinci mərtəbəmizə. İkinci mərtəbəndə tam sizlərə izah edim. Ya Allah, dostlar, ikinci mərtəbəmizə bax buradan qalxdıqda ikinci mərtəbəmizdə bax bu otağı görürsünüz, panorama görsənən yerdir. İkinci mərtəbəmizin bu hissəsi alçıpanların hamısı alınıb. Tufarlar üçün burada alçıpan olunacaq. İkinci mərtəbədə pol vurulacaq, təhvil veriləcək bu hissə. Yalnız bu giriş hissəsi. Və ikinci mərtəbədə böyük bir zal, əlavə gizli otaqlar mövcuddur. Bura gördüyünüz kimi böyük bir zaldır. Ev sahibi burada başqa bir fikirləri var idi, onları izah eləyəcəm. Bura panorama pəncərəsidir. Gördüyünüz kimi hətta sərsələr belə burada gəliblər, sakinləşiblər. Baxın izləyicilər. Ay Allah, bala sərçədir. Nəysə, onu çox incitməyək, qorxutmayaq. Dostlar, bax belə bir yerdə buranı ofşe düşünülmüşdü ki, apşıpqa olsun, yığılsın. Orada barın stoyka nəzərində var idi, yığdırılsın. Belə bir səliqə yaradılsın və burada gizli otaqlar dedim sizlərə, izah eləyim. Dostlar, bax, buradan əlavə buralarda qapılar qoyulacaq. Belə bir artıq əşyaların yığılmağı üçün yerlər fikirləşilibdir, düşünülübdür. Dostlar, keçəyin bu hissədən balkon hissəsini sizlərə göstərim. Burada da belə bir artıq əşyalar yığmaq üçün əlavə səliqəli yekə yerlər hazırlanıbdır. Və burada dostlar evimizin balkon hissəsidir ki, ikinci mərtəbədən bütün binənin şifer damlarını görmək mümkündür.
səliqəli, səhmanlı, hər bir şey hazır, hündür evdə. Buradan isə duraraq tut ağaclarından qəşəng bir şəkildə bu tutlardan yeyə bilərsiniz. İnşallah ki Allah hər kəsin xeyrini versin. Qolum qonşu, yaşayış çox gözəl bir yerdə. Havası təmiz, yeri gözəl, çox səliqəli, möhtəşəm bir evdir dostlar. Məncə bu şansı, bu evi əldən qaçırmayın inşallah. Bu arada dostlar, Aysun xanım da hal-hazırda canlı yayımdadır. Her bir şey evin içinden kalır. Evin hər tərəfini çəkib göstərir. Dostlar, mütləq əgər belə bir ev almaq istəyənlər bizlərlə əlaqə saxlasınlar inşallah. Gəlsinlər, belə bir gözəl evlər olsun. Vallahi belə bir gözəl evi qaçırmayın. Gəlin inşallah, xeyirləşin, Allah xeyir eləsin. Mən də qiymətində çalışdığım qədər sizə endirim eləməkdə köməklik göstərəcəm. Gəlin, bax, bina evlərində nə var? Uşaqlarınız da bax belə oynasınlar, əylənsinlər, desinlər, gülsünlər. Vay! Maşallah, göz muncuğu. Bu arada nəzərdəydi. İşığın birini alıb qoyarıq. Hətta burada yenə də əlavə işıqlarımız var. Dəyərli dostlar, dəyərli izləyicilər, narahatçılıq yoxdur o barədə. Amma ən əsas odur ki, gəlib uşaqlarınız belə bir gözəl əylənə bilərlər. İnşallah Allah alana da, satana da, bizə də xeyir versin dəyərli dostlar. Kanalımızı ətraflı məlumat verdik. Sənədləri fərdi yaşayış üçün verilən çıxarış sərəncamıdır. Notarial qaydada alqı-satqı olunacaq. İnşallah bu ev haqqında tam maraqlanmaq istəyənlər ekrandakı əlaqə nömrələri ilə əlaqə saxlasınlar. Allah hamınızdan razı olsun inşallah.